Seher Saati. Sabahınız xeyir değerli dostlar, değerli dinleyiciler. Ben Xanlar Meteor'un təqdimatında Seher Saati proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebook'tan və YouTube'dan. CBC FM Azərbaycan yazmaqla bugün müstəqillik günüdür. Müstəqilliyimiz mübarək. Daim müstəqil olaq, əbədi olaq, var olaq, daim güclü olaq, möhkəm olaq, bir olaq. Elə bugün münasibətilə də mən bütün Azərbaycan xalqını və dünyada yaşayan Azərbaycanlıları təbrik edirəm. Elə istəyərdik ki, bizim dinləyicilərə, həmçinin izləyicilərə bugün önəmi haqqında danışaq. Tarixçi alim, mən dəyərli dostum Şəfan Mövsümovla. Sabahınız xeyir. Sabahınız xeyir. Xoş gördük. Necəsiniz? Bayram mübarək. Sağ olun, yaxşıyam. Sizlə bərabər mən də bütün Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Müstəqillik günü bəzən gənclər oxuyanda sadəcə buna tarix kimi baxır. Amma o həmin yolları necə gəldi, keçdi, necə oldu, o kişilər bu dövləti necə qurdular, necə təməlini qoydular, yəni müstəqil necə elan elədilər, bunun çox böyük önəmi var. Biz istəyirik ki, elə bu aspektdə müstəqillik elan edildi. Necə, nətər, harda, hansı yol? Müstəqilliyimizin əldə edilməsi çox tarixi, keçməkeşli bir yoldan keçmişdir. Onu qeyd etmək lazımdır ki, qədim dövlətçilik ənənələrdən malik olan Azərbaycanın dövlət quruculuğunun ən yüksək zirvəsində məhz Azərbaycan Cümhuriyyəti, bəzən Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası kimi tarixşünaslığımızda adlanan bir dövrdür. Bildiyimiz kimi Rusiya imperiyasının tərkibində müxtəlif quberniyalardan ibarət olan Azərbaycan ərazisi 20-ci əsrin əvvəllərindən başlayaraq artıq Rusiyanın iqtisadi məkanında çox kifayət qədər tanınırdı. Bakı şəhərində neft sənayesinin inkişafı, digər bölgələrdə isə sənaye müəssisələrinin olması, burada kapitalist münasibətlərin inkişafı milli azadlıq hərəkatına da təsirini ötürməyə bilməz. Və Rusiyanın 1-ci Dünya müharibəsində iştirakı və oradan məğlub duruma düşməsi necə deyərlər, xalqlar həbsxanasının dağılmasına gətirib çıxarırdı və belə olan halda Azərbaycanın mütərəqqi elm, sənət və ictimai siyasi xadimləri Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun təmin edilməsini başa çatdırdılar. Biz bilirik ki, 1917-ci ilin istər fevral, istərsə də oktyabr ayında Rusiyada baş vermiş burjua demokratik inqilabları və ondan sonraki məşhur oktyabr çevrilişindən sonra Cənubi Qafqazın siyasi həyatında böyük bir dəyişiklik yarandı. Cənubi Qafqaz Seymi fəaliyyətə başladı. Seym 3 fraksiyadan ibarət idi. Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət idi və bu Seymdə Azərbaycan nümayəndələr də vardılar və Cənubi Qafqaz Seymi o vaxtlar həm Rusiya ilə, həm Osmanlı ilə, eləcə də Avropanın digər ölkələri ilə münasibətlərdə müəyyən fikir ayrılıqlarının yaranması, xüsusilə bu Seymin Osmanlı, Türkiyə ilə müharibələri Azərbaycan fraksiyası ilə Gürcü və Erməni fraksiyaları arasında fikir ayrılıqlarını gətirib çıxardı ki, bu da artıq 1918-ci ilin aprel ayından başlayaraq ərazi mübadiləsi məsələlərində müəyyən anlaşılmazlıqlar meydana gəldi və artıq may ayından etibarən Gürcüstan fraksiyası Gürcüstanın Cənubi Qafqaz Seymindən çıxarılması ilə bağlı işlər gördü və bu tarixi bir hadisə 26 may 1918-ci ildə Tiflisdə baş verdi. Və bunun səbəbisi günü Azərbaycan nümayəndə heyəti də Azərbaycan müstəqilliyi ilə bağlı işlərə başladılar və mayın 28-də məhz indiki Gürcüstan paytaxtı Tiflis şəhərində Yelisey sarayında saat 19:10-da Azərbaycan müstəqillik, yəni istiqlal bəyannaməsi elan edildi və bu bəyannamə radio ilə dünyanın olarki aparıcı ölkələrinə elan edildi və bununla da bizim müasir tariximizdə dövlətçiliyimizin yeni bir əsası qoyuldu və o dövrünə görə Azərbaycan Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyəti bəzən deyilir. Bu çox böyük tarixi qərarlar həyata keçirilməsinə nail oldu və bugünkü müstəqil Azərbaycanda məhz həmin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və hüquqi varisi kimi o siyasəti davam etdirir. Mən həmənki yerdə olmuşam Tbilisidə və elə paylaşım da eləmişəm. İndi keçən ilin bugünü mən oradaydım və demək olar ki, parlamentin düz yanındakı binadır. İstiqlaliyyət muzeyi deyirik biz ona. Azərbaycanlılar elə tanıyır oranı. İndi gənclər üçün bir mərkəz kimi fəaliyyət göstərir hazırda və təmir olunurdu. İndi bilmirəm olunub olunmayıb çünki bir il keçib üstündən. Amma böyük bir binadır və həmin otağa daxil olanda
yazılıb orada. 26-sı Gürcüstan elan edib, 28-i Azərbaycan və Ermənistan elan edib. Həmin otağa da daxil oldum. O vaxt düzdür, təmir gedirdi, amma tamam fərqli bir hisslər keçirdir ki, insan bu otaqda tutalım ki 105-107 il bundan öncə 1918-ci ildə oturub və kişilər respublika qurur, ölkə qurur. Yəni insanlar normalda bir məkan aça bilmir, bir məkan işlədə bilmir, amma bir ölkə qurmaq, xalqını azadlığa çəkmək, o demokratik yolla bir böyük bir ölkəni idarə etmək, yəni düşünürəm ki, hər bir liderin gücü deyildi. Amma maraqlı olan burada bir məsələ də var idi. Gürcüstanın bu məkan olaraq bizə verməyi ki, siz burada elan edin və indi də Azərbaycan-Gürcüstan münasibətləri mükəmməl şəkildə davam elətdirilir. Niyə məhz Gürcüstan seçildi? Niyə məhz Tbilisi seçildi? Çünki biz bildik ki, bizim ədiblərin, alimlərin bir çoxu Qori-Məli seminariyasında oxuyub, Tbilisidə oxuyub və digər ərazilərdə. O vaxtdan Gürcüstan bizə yaxındır. Onu başa düşdük. Amma bunun məqsədi nə idi məhz Gürcüstanda elan edilməyinin? Deməli, bildiyimiz kimi Rusiya imperiyasının Cənubi Qafqazın idarə edilməsində əsas inzibati mərkəzlərdən biri Tiflis idi. Və Tiflisdə Cənubi Qafqazın idarə etməsi əsas Qafqaz canişini orada otururdu və Tiflis quberniyası da özü Cənubi Qafqazın ən böyük quberniyalarından biri idi və məhz buna görə də Rusiyanın mütərəqqi dairələri daha çox ora cəmləşirdilər. Təbii ki, Bakı quberniyasıdır, Bakı qəzası da vardı, amma burada yəni biraz belə deyək də Rusiyanın imperator sarayı ilə daha çox Tiflisin zadəgan kütləsi əlaqədə idi və ona görə də Azərbaycan mütərəqqi ziyalılarının istər Tiflisdə hərbi kadet məktəbinin oxuması, istər Tiflis gimnaziyası, eləcə də Qori seminariyasında təhsil alması Gürcüstan Azərbaycan ədəbi mühitinin və ictimai-siyasi həyatının formalaşmasının əsas hissəsini təşkil edirdi. Və onu da əlavə edim ki, Tiflis şəhəri də qədim müsəlman türk şəhərlərindən biridir. Bildiyimiz kimi tarixdə burada Tiflis müsəlman əmirlikləri mövcud olmuşdur və yəni o tarixi Azərbaycanlıların yaşadığı bu ərazidə də Azərbaycanlılar özləri bu ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak ediblər. Və Cənubi Qafqaz Seyminin inzibati mərkəzi də məhz Tiflis şəhəri və odur ki, Gürcülər öz müstəqillərini elan etdikdən sonra və həmin o şəhərdə yaşayan və orada ictimai-siyasi həyatda fəaliyyət göstərən Azərbaycan fraksiyası da Azərbaycan müstəqilliyini məhz orada elan etdi. Bu Tiflisin Azərbaycanın ictimai-siyasi tarixində xüsusi bir şəhər olması kimi qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mərhələsinin kiçik bir hissəsi də məhz Tiflis dövrü adlanır bildiyimiz kimi. Bu da iyun ayının 15-nə qədərdir. Bildiyimiz kimi həmin dövrə qədər Azərbaycan Xalq Cümhuriyyəti orada fəaliyyət göstərmişdir və Gəncə dövrü artıq Gəncənin Azərbaycana ilk paytaxt kimi gəlməsi ilə əlaqədardır və Tiflis dövrünün də çox mühüm xüsusiyyətləri var. Bunun ilk xüsusiyyətinin biri müstəqilliyin elan edilməsi, İkincisi onun dünya ölkələrinin əksəriyyətinə radioqramlara göndərilməsidir. Sonra və ən əsas məsələlərdən biri Cümhuriyyət o dövrdə bu addımı atdı. Deməli, iyunun 4-də Osmanlı ilə Batumda dostluq və qardaşlıq haqqında bir müqavilə imzaladılar ki, bu da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, onun qorunması yolunda ən mühüm tarixi bir hadisə oldu ki, məhz bu Tiflis dövrünə düşür. Yəni qısa müddətli olmağına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü çox mühüm ictimai-siyasi qərarların qəbul edilməsi və əlaqələrin qurulması ilə bağlıdır. Təbii ki, qarşı çıxanlar da çox idi. Bəli. O qarşı çıxanlarla mübarizə necə getdi və kimlər niyə qarşı çıxırdı? Təbii ki, Azərbaycan müstəqilliyini istəməyən qüvvələr böyük dövlətlər idi. Burada Almaniyanı, o dövrün Qacarlar, İranını biz göstərə bilərik. Çünki Cümhuriyyətin özünün adının Azərbaycan edilməsi bir növü o dövrdə İranın tərkib hissəsindən biri, yəni bilirik ki, Azərbaycan adlanır. Tarixi Azərbaycanın bir hissəsi də ora düşdüyünə görə onlar düşünürdülər ki, bunlar İrana ərazi iddiasıdır. Və belə bir problem vardı. Həmçinin Almaniyanın özü də istəmirdi ki, Azərbaycan müstəqilliyini elan eləyə. Burada təbii ki, neft məsələsi vardı və Alman hökuməti, Avropanın digər bəzi ölkələri istəyirdilər ki, Bakı, necə deyərlər, və Azərbaycan digər əraziləri Cümhuriyyətin tərkibində olmasın. Çünki onlar bilirlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi gələcəkdə Bakı, Gəncə, İrəvan kimi tarixi Azərbaycan torpaqlarının birləşməsinə doğru gedir.
Çünki bilirlər ki, Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan edilsə də, bu gələcəkdə bunların əsas məqsədləri tarixi Azərbaycanın bərpasıdır. Və ona görə də hətta Rusiyanın özündə də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə qarşı çıxanlar vardılar. Təbii ki, Rusiyanın o dövrdəki ictimai-siyasi vəziyyəti tam imkan vermirdi buna, amma təbii ki, imperiyanın ya istər köhnə çar generalları Azərbaycanı əldən buraxmaq istəmirdilər və çünki onlar çarizmin bərpası üçün, yəni Rusiya imperiyasının əvvəl sərhədlərini qaytarmaq üçün onlara Bakı nefti, xüsusilə Azərbaycan çox vacib idi. Digər tərəfdən də Rusiyada hakimiyyətə gəlmiş bolşeviklər, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası. Bunlar da Azərbaycanı əldə görmək istəyirlər. Digər bizim ən dəhşətli düşmənlərimizdən biri də bildiyimiz kimi erməni daşnaq görüşmələridirlər ki, onlar hələ 1918-ci ilin martından başlayaraq Bakıda və Azərbaycan digər şəhərlərində, hətta Naxçıvan, Zəngəzur, Qərbi Azərbaycan, eləcə də İranın bir sıra hissələrində Azərbaycanlılara, türklərə və müsəlmanlara qarşı kütləvi soyqırımlar həyata keçirmişlər ki, biz bununla bağlı sizin radioda çox geniş silsilə danışmışıq və digər tarixçilərimizdə danışıblar. Və bu da onu göstərirdi ki, onlar burada bu qırğınları həyata keçirməklə Azərbaycan türk müsəlman əhalisinin demoqrafik vəziyyətini aşağı salmaq və gələcəkdə burada onların hər hansı bir dövlət qurma ehtimalını sıfıra yendirmək idi və buna da onlar nail olmuşlar. Çünki artıq Cümhuriyyətin elan edildiyi dövrdə Azərbaycanda ictimai siyasət vəziyyət necə idi? Bakı və onun ətrafı məhz bolşevik daşnaq birləşmələri tərəfindən idarə olunmağa başlamışdı. İdarə olmağa başlamışdı, amma buna baxmayaraq, yəni müstəqillik elan olundu. Azərbaycan o vaxtı hər şeyin təməlini qoydu. Yəni sanki öncədən hesablanıb, planlanıb, hazırlanmışdı. O bir gün içində elan olunan bir şey değildi. Sanki 20 il, 15 il, 30 il bəlkə də öncədən o həsrət olub da, o birləşmək həsrəti, o müstəqillik elan etmək həsrəti. Təsəvvür edin ki, çox qısa bir müddət ərzində bizim bütün atributlarımız oldu. Baxsaq tarixə, universitetin, dövlət qurumlarının təməli qoyuldu, açılışı oldu, artıq işə başladılar rəsmi olaraq da. Bu da bir gün, 2 gün, 1 ayın, 2 ayın, 23 ayın işi deyil. Bu sanki öncədən hər bir şey yazılmışdı ki, plana uyğun da gedilsin. Tamamilə razıyam sizinlə. Yəni Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycan dövlətinin tarixi və hüquqi varisi deyil, bizim bir sıra dövlət qurumlarının, bir sıra tarixi hadisələrimizin, gözəl günlərimizin deyək, əsası məhz həmin dövrdə qoyuldu. İlk öncə müstəqilliyin elan edilməsi, ölkənin adı, bizim sonra əsas milli atributlarımızdan biri pul vahidlərimiz, bayrağımız, dövlət dili, müxtəlif güc qurumlarımızın yaranması, istər ordu, istər hərbi hava qüvvələri, istər təhlükəsizlik orqanları, polis, mühafizə, hətta ən maraqlı və ən aktual qurumlardan biri olan və parlamentin təsis edilməsi, özdə seçkilər əsasında keçirilməsi, yəni o dövrün türk-müsəlman dünyası üçün ilk belə bir hadisələrdən biri idi. Yəni özdə qeyd etmək lazımdır ki, Azərbaycan ilklərə imza atmışdı. Siz bayaq doğru qeyd etdiniz ki, Azərbaycanda dünyəvi təhsil sisteminin əsas mərkəzlərindən biri olan universitetin, Bakı Dövlət Universitetinin təsis edilməsi. Bax, bu da məsələn Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü mühüm işlərdən biridir. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin bu qısa müddətli 23 ay ərzində gördüyü işləri bir verilişdə danışmaq olmaz. Bununla bağlı kifayət qədər danışmaq olar, mövzunun çox geniş əhatə dairəsi var. Buna bağlı bizim tarixçilərimiz müstəqillik dövründə çoxlu geniş tədqiqatlar aparıblar. Hətta deyərdim ki, Azərbaycan Xalq Cümhuriyyətindən bağlı xüsusi ensiklopediya da buraxılıbdır. Və Cümhuriyyətimizin müxtəlif dövrlərin tədqiqatçıları da var. Ayrı-ayrı olaraq mən tarixçilərin adlarını çəkmək istəmirəm. Yəqin ki, onlar bizi izləyəcəklər. Müxtəlif dövrlə bağlı, məsələn, onu izləyənlər var. Cümhuriyyətimizin ordu quruculuğu ilə bağlı silsilə tədqiqatlar bu günə davam edir. Cümhuriyyət dövründə təhsil sistemi, Cümhuriyyət dövründə neft siyasəti, Cümhuriyyət dövründə diplomatik münasibətlər və s. mövzularda bugün tədqiqatlar getdikcə, yəni 23 ay ərzində beynəlxalq hüququn indiki kimi olmadığı bir dönəmdə cümhuriyyətçilərin baskı altında mühüm işlər gördüyünü biz görə bilərik və ən mühüm işlərdən biri də deməli Azərbaycan Xalq Cümhuriyyətinin təyin etdiyi xüsusi nümayəndə heyətinin Parisdə olaraq Azərbaycanın müstəqilliyinin de facto tanıtması ilə bağlı gördüyü işlərdirlər ki, bunlar da çox uzun bir yoldur ki, onlar Bakıdan çıxmışlar, Türkiyəyə getmişlər, oradan yəni İtaliya tərəfdən Fransaya qədər gələrək orada yəni
keçirilən diplomatik görüşlərdə dünyanın böyük ölkələri, ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrin rəhbər şəxsləri ilə görüşdə məhz Cənubi Qafqazda bu cür dövlətin mövcud olması, onun gələcək idealları barədə yəni danışmışlar və Azərbaycanın müstəqilliyini dünyaya tanıtmışlar. Dünyaya tanıtmışlar. Çox adamlar bəlkə də maraqlı olar ki, niyə bütün bu atributların, bu bizim qurumların yaradılması məhz bu qədər vacib idi. Onsuz da adamlar fəaliyyət göstərirdi. Niyə bunu rəsmiləşdirmək lazım idi deyə bəlkə də sual yarana bilər. Yəni niyə vacib idi bu qədər işin görülməsi həmin vaxtda? Çünki onlar dövləti təsis etdikdən sonra dövlətin aşağıda adlarını çəkdiklərimiz bu atributlarına, rəmzlərini təsis etməklə birincisi bu dövlətin icra etməsinə töhfələrini verirlər. İkincisi də dövlətin atributu olmadan onun beynəlxalq hüquqda, beynəlxalq miqyasda tanınması mümkün deyil. Və əsas olaraq odur ki, məhz bunlar dövlətin idarə edilməsi üçün ən vacib bir amillərdən biridir ki, yəni bunun özünün bayrağı, ordusu, pul vahidi, özünün müxtəlif qurumları olmalıdır. Və Azərbaycanda da belə bir tarixi ənənələrdən uzaq olaraq, yəni mümkün deyildi. Çünki artıq 100 ildən çox idi ki, dövlətçilik yox idi. Və bu 100 il ərzində çarizmin Azərbaycanda həyata yetdiyi siyasət sırf burada demoqrafik vəziyyətin dəyişdirilməsi, tarixin unudulması, dövlətçilik ənənələrinin aradan qalxması idi. Amma buna baxmayaraq Rusiya imperiyası dövründə Azərbaycanda çox böyük bir ziyalı kütlə təbəqə yetişmişdi. Onlar Rusiyanın müxtəlif şəhərlərində təhsil almışlar, hətta aralarında Avropada təhsil alanlar da vardılar və onlar qarşı toxumalara baxmayaraq vətənə, dövlətə çox bağlı insanlardılar və onlar həmin ölkədə qala bilərdilər. Ancaq onlar gəldilər, Rusiya imperiyasının özündə də fəaliyyət göstərdilər. Məsələn, Rusiya imperiyasının ordusunda xidmət edən tanınmış generallarımız Əlağa Şıklinski və Səməd bəy Mehmandarov Rusiya imperiyasında çox, nəinki Rusiya imperiyasında, dünyada hərb tarixində adlarını qoymuşlar. Amma onlar Cumhuriyyət qurulan kimi dərhal ordunun quruculuğuna töhfə verdilər. Və yaxud da digər bizim tanıdığımız şəxslər, yəni onlar kifayət adları var, Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə parlament üzvü kimi seçilmişlər və Rusiya imperiyasında qanunvericiliklərin qəbul edilməsində bu şəxslərin böyük rolu vardır. Amma onlar Azərbaycan parlamentinin qurulmasında, Azərbaycan Nazirlər Kabinetinin formalaşmasında böyük rol oynadılar. Xoyskilər, Topçubaşovlar, Xasim Məmmədovlar Rusiya imperiyası dövründə dövlətin qanunverici sisteminin formalaşmağında töhfə vermişlər. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti elan edilən kimi onlar öz töhfələrini cümhuriyyətə verməyə başladılar. Təbii ki. Amma dağıldı. Təbii ki. Dağıldı. Çox təəssüflər olsun ki, o vaxtı bizi istəməyən qüvvələr daha güclüydü. Yeni qurulan bir ölkə idi, respublika idi. Amma bu ruhu öldürə bilmədilər bu insanlarda, Azərbaycanlılarda. Nə qədər biz əsarətdə qalsaq da, 90 ilə yaxın müddət əsarətdə qalsaq da, daha doğrusu 1920, 1990-cı il, 91-ci il, yəni 70 ildir. Amma bizi sındıra bilmədilər. Bunun çox maraqlı səbəbləri var. Mən əlavə qeyd etmək istəyirəm ki, Cumhuriyyətimizin Milli Şura sədri olmuş Məmməd Əmin Rəsulzadə həmişə deyirdi ki, bu 23 aylıq dönəmdə biz ən azından xalqa azadlığı daddıra bildik. Və onlar Cumhuriyyətin süqutunun müxtəlif səbəbləri vardır. Bu əsas beynəlxalq güclərdir. Rusiya imperiyasının Cənubi Qafqazı əldən buraxmamasıdır. Burada olmuş ermənilərin məhz Azərbaycanın müstəqilliyinin əldən getməsinə daha çox çalışırdılar. Çünki o vaxtlar Ermənistan da öz müstəqilliyini elan etmişdi və o da Azərbaycanın torpaqlarının hesabına öz ərazilərin genişləndirməsini, Zəngəzur, Naxçıvan və Azərbaycanın Dağlıq Qarabağ hissəsini ələ keçirməkdən ötürü çox məkirli planları vardı və buna görə də onlar müxtəlif dövlətlərin lobbi təşkilatları ilə Azərbaycan Xalq Cümhuriyyətinin necə deyərlər, zəifləməsinə, onun süqutuna çalışırdılar və elə ona da belə deyək ki, nail oldular. Və 23 aylıq dönəmdə bu Xalq Cümhuriyyətini böyük işlər görsə də müəyyən işlər tam həyata keçə bilmədilər, bilirsiniz. Və Azərbaycanda Sovet hakimiyyəti quruldu 11-ci Qızıl Ordunun Bakıya gələrək işğal etməsi ilə və ondan sonra təəssüf olsun ki, Azərbaycanda cümhuriyyətçilərə qarşı kütləvi repressiyalar başladı. Onların bir hissəsi mühacirətdə qaldılar, digər hissəsi qətlə yetirildilər. Məsələn, Tiflis şəhərində, Bakıda
bu cümhuriyyətin qurucuları demək olar ki, həyatlarını belə içdilər. Və təbii ki, cümhuriyyət yerli orqanları da, necə deyərlər, bu İnqilabi Komiteyin üzvləri tərəfindən aradan götürüldü. Azərbaycanda sovetləşmə siyasəti həyata keçirildi. Sonra Azərbaycan yaradılmış SSR-in tərkibinə daxil edildi və bildiyimiz kimi artıq Azərbaycan tam olaraq sovetləşdi. Amma buna baxmayaraq cümhuriyyət sevdalıları yəni ölkə daxilində nə qədər mübarizə aparsalar da daim repressiyaya məruz qaldılar və millətçi qüvvələr aradan çıxarılırdı. Amma xaricdə yaşayan Azərbaycanlılar, Azərbaycan mühacirlər bu missiyanı demək olar ki, uğurla daşıdılar və onlar istər Türkiyədə, istər Almaniyada, Fransada, ABŞ-da yaşayanlar daim müxtəlif qəzetlərdə, bəlgələrdə məhz bu cür cümhuriyyətin qurulmasını, onun olmasını, onun gördüyü işləri yaşadırdılar ki, bu da bir ayrıca bir tədqiqat mövzusudur. Və xalqın, necə deyərlər, yaddaşından cümhuriyyətçilik silinmədi. Və məhz bu nəticəsi oldu ki, 80-ci illərdə artıq SSR-də pluralizm hərəkatı başlayanda Azərbaycanda da öz tarixi keçmişinə qayıdış, milli oyanış baş verdi və Azərbaycan özünün tarixi müstəqilliyini yenidən bərpa etmək yoluna qədəm qoyanda məhz Azərbaycan Xalq Cümhuriyyəti ideallarını götürdü. Yəni hansısa bir dövlətçilik, qədim orta əsrə dövlətçiliyə bir yer çıxmadı. Yəni onlar artıq tarixdirlər. Və bizim bir hüquqi varisliyimiz olmalıdır və biz dünyaya göstərdik ki, biz 1918-ci ilin mayın 28-də elan edilmiş Xalq Cümhuriyyətinin varisləriyik və bu dövlət yenidən öz müstəqilliyini məhz həmin o hüquqi prinsiplər üzərində bərpa etdi. Və əlavə etmək lazımdır ki, həmin bu azadlıq hərəkatlarında qaldırılmış üç rəngli bayraq məhz yəni 28 may 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı idi. Bayrağı idi. Və Sovetlər çöktü. Azərbaycan yeni müstəqilliyini elan etdi. Artıq şükürlər olsun ki, o vaxtki Azərbaycan deyil, artıq güclü, qüdrətli Azərbaycandır və təbii ki, bu indiki güclü Azərbaycanın təməlidə məhz Ulu Öndər tərəfindən qoyuldu. Ənənəyə sadiq qalaraq güclü Azərbaycanın təməlini qoydu və indi də davam etdirilir. O vaxt da çətin idi. Mən qeyd etmək istərdim ki, məsələn 1990-cı ilin yanvar ayında biz bununla bağlı çıxış eləmişik. Deməli, Rusiya imperiyası Azərbaycanda milli azadlıq hərəkatının boğması üçün meydanlara çıxmış kütlənin üzərinə bilirik ki, qoşun yeritdi. Amma buna baxmayaraq Sovetlər imperiyasının hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatları davam edirdi və məhz bu hadisədən sonra Azərbaycanda hələ də Azərbaycan SSR adı qalmaqdaydı. Və SSR adının ilk dəfə çıxarılması məhz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dönəminə aiddir və bildik ki, məhz Naxçıvan Ali Sovetin qərarı ilə SSR sözü oradan çıxarılır. Yəni Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yox, Naxçıvan Muxtar Respublikası olub ki, məhz bununla da yəni Heydər Əliyev bu tarixə bir imza atmışdır və əlavə edim ki, həmin vaxtı Azərbaycan üç rəngli bayrağı məhz Naxçıvan Ali Sovetinə gətirilib ki, bununla bağlı internet resurslarında yəni kifayət qədər məlumatlar var və göründüyü kimi müstəqilliyə gedən yolda Heydər Əliyevin də xüsusi bir yolu olmuşdur. Və 1991-ci ilin avqust ayında Rusiyada böyük bir hadisə baş verdi. Onlar SSR-nin bərpası üçün böyük bir hadisə baş verdi və bu hadisədən qarşısı alınsa da sonradan müstəqillik olmaq üçün dövlətlərin bəyannamələri oldu ki, bu avqust ayının 30-una düşdü. Yəni 1991-ci ilin avqust ayının 30-unda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızstan, yəni Orta Asiya ölkələri, Ermənistan özü də müstəqillərin bəyannamələrini elan edildilər. Amma Azərbaycanda bu bəyannamə müstəqilliyin bərpasının bəyannəməsi oktyabrın 18-dən təsavvür etdi və məhz bizim oktyabrın 18-i müstəqilliyimizin necə deyərlər bərpası günü kimi tarixə düşdü. Tarixə düşdü və o vaxtda istəməyənlər var idi. Təbii ki, o vaxtda istəməyənlər var idi. Deməli 18 oktyabr Azərbaycan müstəqilliyinin bərpa edilsə də yenə Xalq Cümhuriyyətinin 23 aylıq
müddətdəki çətinliklərini həmin Cümhuriyyətimiz yaşadı və biz bildik ki, elə 2 ildə cəmi 2 ölkə rəhbəri dəyişməsi, 2 siyasi mühitin formalaşması, Azərbaycan ərazisində Dağlıq Qarabağ kimi bir problemin olması, Qərbi Azərbaycandan deportasiya edilməsi, yəni ölkədəki siyasi qarışıqlıq, xaos, anarxiya yenə də müstəqilliyimizin itirilməsi meydana çıxdı. Hətta müstəqilliyimizin itirilməsindən bir yana dursun, dövlətin parçalanması, Azərbaycanda separatçılığın olması meydana çıxdı ki, və məhz bu anda da 1993-cü iyun ayında Heydər Əliyevin Naxçıvandan yenidən Bakıya siyasi hakimiyyətə dəvət edilməsi və onun gördüyü işlər bu da artıq hər kəsə məlumdur və bununla bağlı kifayət qədər çıxışlar etmişik ki, bu da dövlətin müstəqilliyinin qorunması və gələcək mərhələlərdə onun güclənməsini təmin etdi. Tarixə baxanda görürük ki, məhz 1918 28 may bayramdır. Elə indiyə də baxırıq ki, bayramdır. Çünki Laçında 9-cu bizim beynəlxalq hava limanımızın, aeroportumuzun açılışıdır. Artıq dost qardaş ölkə Pakistan və Türkiyə, Pakistan dünən gəlib, Türkiyədə bugün gələcək. Təsəvvür edin ki, cənab prezidentin dünən orada bir sıra açılışlar etməsi, təməl qoyması, ondan sonra açarları təqdim etməsi o sakinlərə vaxtı ikən bəlkə də arzu kimi gəlirdi insanlara ki, 30 ildir, 25 ildir, 28 ildir. İndi həmin vaxtları mənim yadımdadır ki, mən televiziyadaydım və qeyd edildi ki, misal üçün Laçın işğalından 25 il ötür. Laçın işğalından 28 il ötür. Amma indi deyirik ki, Laçın 2020-ci ildən bəri artıq neçə ildir görünür. Yəni azad. Yəni yenidən quruma gedir, insanlar keçir və cənab prezidentən dünən Laçın sakinlərinin görüşündə də Laçın sakini deyir ki, siz Ağcabədinin Taxta Körpüsündə bizlə görüşəndə bizə açarları təqdim edəndə evin açarlarını bizə demişdiniz ki, vaxt gələcək Laçında sizə bundan da yaxşı evlər tikib verəcəm və onda deyəcəksiniz ki, cənab prezident dediyini elədi. Və cənab prezident dediyini elədi. Bəli. Doğru qeyd edirsiniz ki, Laçın beynəlxalq aeroportunda açılmasının məhz 28 may gününə düşməsi də bir rəmzidir. Təbii ki, ölkə başçısı bunun da müəyyən biz istəməyən qüvvələrə bir subliminal mesajlarını ötürür. Yəni həqiqətən Azərbaycanda son dövrdə hər bir tarixi gündə Qarabağın qayıdışı, dirçəlişi ilə bağlı bir xüsusi günləri də qeyd edilir. Yəni daha doğrusu orada hər hansı bir mötəbər tədbirin açılışının məhz əlamətlər günlərə düşməsi də təsadüfi deyil. Məhz Türkiyənin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə dəstəyi ilə Bakı işğaldan azad edilmişdi və Azərbaycan ordu quruculuğunda Türkiyənin və Türk zabitlərinin çox böyük bir köməyi olmuşdur. Və bugün məhz Laçın aeroportunun açılmasında Türkiyənin ölkə başçısının burada olması, yəni tarixi bir paralellər aparsaq necə də böyük bağların olduğunu göstərir. Qardaş Pakistan haqqında da hər kəsə məlumdur ki, onlar deməli Ermənistan dövlət müstəqilliyini tanımayan bir ölkədirlər və həmişə hər zaman Azərbaycana öz dəstəklərini ifadə ediblər diplomatiyada və Azərbaycanın hərbiçilərin yetişdirilməsində Pakistanda keçirilən təlimlərdə böyük rol olmuşdu və bugün Pakistan baş naziri də məhz Azərbaycanın müstəqillik günü ölkə başçısının yanında olması və özü də işğaldan azad edilmiş ərazidə məhz müstəqillik günü. Bunun hamısı o deməkdir ki, Azərbaycanın yanında dünyanın 2 ən güclü dövlətlərindən biri. Yəni hər ikisi. Türkiyə istəsə də Pakistan məhz demək olar ki, bizim yanımızdadır və orada da dünyaya mesajdır. Bəli, bəli. Bu dünyaya mesajda adı görürük ki, beynəlxalq tədbirlərdə hər kəs əvvəl biz kimisə yanında gedib otururduqsa, münasibətləri qurmaq istəyirdiksə, səbirlə, təmkinlə, hansısa bir böyük bir dövlətə rəhbər seçilir, Azərbaycan münasibətləri qurmaq istəyirdi, amma indiki dönəmdə hansı ölkəyə rəhbər seçilirsə bizlə münasibətləri qurmaq istəyir. Həm də bu Laçın mövzusu daim Qarabağ müharibəsi dönəmində, istəsə Vətən müharibəsi dövründə xüsusi bir mövzu olubdu. Mən biraz xüsusi qeyd etmək istəyərəm ki, məhz 1993-cü ilin may ayında Laçının işğal edilməsi Azərbaycan ordusunda və xalqında çox dərin bir ruh düşkünlüyü yaratdı və biz də həmin dövrün yəni azyaşlar o
olmasına baxmayaraq bunu görmüşdük və məhz Laçın işğalından sonra inanın ki, Azərbaycanda orduda və xalq arasındakı elə bir uçurum yarandı ki, sürətli olaraq hətta boşalma baş verdi və nəticədə Azərbaycan iyun ayında dövlət çevrilişinə az qala cəhdlikdə dövlətin parçalanması meydana gəlmişdi. Yəni Laçının bu qədər strateji əhəmiyyətini mən göstərmək istəyirəm. Çünki orada Laçın dəhlizi vardı və Laçın dəhlizi ilə məsəl Ermənistandan Qarabağdakı separatist rejimə silahların və humanitar yardım daşınması məsələsi vardı və Vətən müharibəsində Azərbaycan şanlı ordusu məhz əldə etdiyi böyük qələbə Laçının bildiki kapitulyasiya əsasında geri qaytardı. Amma buna baxmayaraq ermənilər daim dünyada tətbiqat apardılar ki, məhz Laçın koridoru güya Dağlıq Qarabağdakı ermənilərin belə deyək də humanitar yardımdan məhrumuna gətirib çıxarır. Yəni bu Laçın mövzusu daim siyasi gündəmdədir və bundan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Amma bugün məhz Laçının aeroportunun açılması, orada Türkiyənin və Pakistanın birinci şərtlərinin olması və ölkə başçısı ilə bir yerdə bunun təntənəli olaraq qeyd edilməsinin mesajları var ki, Laçın Azərbaycanın ayrılmaz bir hissəsidir və dediyimiz ölkələrdə məhz bunu tanıyırlar və bunun üçün də ölkə başçısının yanındadır. Çox təşəkkür edirəm sizə. Var olun, Mən də təşəkkür edirəm, hər birinizi təbrik edirik müstəqil gün münasibətilə. Yəni həqiqətən də biz 2020-ci ildən öncə indi müstəqillik günümüzdür, bizim tariximizdir, çox mükəmməl bir gündür, amma bu qədər sevincli qeyd eləmirdik. Tamam, razıyam. Yəni fikirləşirdik ki, müstəqillik günümüzdür, o vaxtı olub. Amma yarım idi. Hər şey yarım idi. Bəli. Yəni biz sevinə də bilmirdik. Amma indi tam ürəklə, rahat, bütöv Azərbaycan olaraq sevinirik və dünyada yaşayan Azərbaycanlılar da bilirəm ki, sevinir. Bu gün həqiqətən də möhtəşəm bir gündür. Azərbaycan həmişə qüdrətli olsun, güclü olsun və siz də var olun ki, bizim tariximizi hər zaman insanlara çatdırırsınız, öyrədirsiniz. Minnətdaram. Təşəkkür edirəm. Əlavə edirəm ki, bu il Konstitusiya və Suverenlik ili ölkə başçısı tərəfindən elan edilibdir və məhz bu ilin də ən mühüm hadisələrdən biri də Laçında və bu tarixi günün qeyd edilməsi. Bu günlərin inşallah sayı daha da artacaq. Və səhər saatı bununla da yekunlaşır. Mən də sizi bir daha təbrik edirəm. Sağ olun, salamat qalın. Bizi dinləməkdə də davam edin.